Sabah Ramazan bayramıdır. Bu bayramın əsas ibadətlərindən biri də fitrə zəkatının verilməsidir. Fitrə zəkatı oruç tutan şəxsin ibadətini tamamlayan və ehtiyacı olan insanlara dəstək məqsədi daşıyan mühüm dini vəzifə sayılır. Din xadimlərinin sözlərinə görə fitrə zəkatı həm cəmiyyət daxilində həmrəyliyi gücləndirir, həm də hər kəsin bayram sevinci yaşamasına şərait yaradır. Fitrə zəkatı Qafqaz Müsəlmanlar İdarəsinin fətvasında göstərildiyi kimi 10-15 manat dəyərində qiymətləndirilir. Düzdür, bu rəqəm müəyyən camiyyədə düzgün qarşılanmasa da, əslində bu orta hesabla hesablanmış bir pul ekvivalentidir. Yəni qədim klassik fiqh usulunda buğda, arpa, xurma, düyü bu kimi ərzaq məhsulları çıxarıldırsa, bütün hallarda bu fitrə zəkatı bir yoxsulu doyuracaq qədər olmalıdır. Yəni bu gün də Azərbaycanda bir yoxsulu doyuracaq qədər olan miqdar nə qədərdirsə, hər bir insan gücü yetdiyi qədər. Yəni bu miqdarı daha da çoxalda bilər, bunu azalda da bilər. Necə ki, Qurani-Kərimdə buyurulduğu kimi, siz bunu nə qədər çoxaltsanız, sizin özünüz üçün daha xeyirlidir. Bəs kimlər fitrə zəkatı verməlidir? İslam şəriətinə görə insanlar iki qrupa bölünür. Ya fitrə verən olmalısan, ya fitrə alan olmalısan. Yəni bir şəxsin ki, gəliri fitrə çıxartmağa yetərlidirsə, o fitrə çıxartmalıdır. Bir şəxsin gəliri isə fitrə çıxartmağa münasib deyilsə, təbiidir ki, o fitrəni qəbul etməlidir. Əgər bir evdə 5 nəfər varsa, hər bir şəxs üçün əgər bunu 3 manatdan hesablayırlarsa, bunu ailədəki saya vurmalıdır. Din xadimləri bildirirlər ki, Ramazan bayramı günü oruç tutmaq qadağandır. Qəza orucu olanlar isə bunu bayramdan sonra tuta bilərlər.